Artıq 3 ildən çoxdur ki, bu sahədəyəm. Həmçinin mütəxəssis olaraq fəaliyyət göstərirəm, həm də təlimçi olaraq. Yəni həm sahəni öyrədirəm, həm də bu sahə üzrə çalışıram. Amma artıq təkcə, yəni sırf SMM deyil də, rəqəmsal marketoloq kimi çalışıram. Yəni bildiyimiz kimi onların vəzifə bölgüləri var. Demək olar ki, artıq sırf belə deyim, sırf SMM-lə yetinməyib rəqəmsal marketinq hissəsinə də yönəlmişəm. Belə, sadəcə indi istəyirəm ki, chat bölməsinə yazın. Siz çoxsuz, səsi açıb danışsaz qarışacaq burada. Chat bölməsinə yazın ki, məni ilk dəfədimi görürsünüz, yoxsa əvvəlcə təlimlərimdə və ya kurslarımda iştirak edənlər varmı? Aha, ilkdir. Səsləri bağlayaq, zəhmət olmasa. İbrahim xanım, salamlayırıq sizi. Çox sağ olun. Dəvətinizi qəbul etdiyiniz üçün. İnşallah faydalı olar deyə düşünürəm. Çox sağ olun. Əla, deməli ilk dəfədir. Yəni iştirakçıların çoxusu ilk dəfədir ki, məni görürlər, təlimimdə iştirak edirlər. İnşallah davamlı olar. Deməli, bizim bu təlimdə yığışmaq məqsədimiz əsas SMM haqqında ilkin də olsa anlayışları öyrənməkdir. Təbii ki, mən çalışacağam ki, sırf sizə ilkin məlumatları yox, daha dərinə gedək, daha kontent üzrə ən azı, yəni ilkin məlumatları verə bilim. Və bilirik ki, SMM-in özünün bir neçə vəzifə bölgüsü var, fərqli növləri var. Biz əsas çalışacağıq ki, bu 5 dərs müddəti boyunca təlim hardasa 40 dəqiqə falan çəkəcək, 9-a kimi bitəcək. Deməli, çalışacağıq ki, hardasa kontent hissəsini əsas öyrənək. Düzdür, SMM-in digər hissəsi reklam tərəfi, yəni daha da praktiki rəqəmsal hissəsinə keçid eləməyəcək. Çünki o, həm zamanımıza çox aparacaq, həm də daha geniş, daha dərin mövzulardır. Belə, mən istəyirəm ki, sunumu açım, belə daha rahat izah eləyim. Reklam barədə ümumi məlumat veriləcək, amma sırf reklam dərsləri öyrədilməyəcək. Çünki o biraz dərin mövzudur. Onun üçün əlavə 5-6 dərs lazımdır. Deməli, SMM sosial media marketinqi. İstəyirəm ki, ilk olaraq sizdən soruşum. Ümumiyyətlə, hal-hazırda SMM anlayışı çox yayılıb. Sizin SMM haqqında anlayışınız varmı? Hər hansı bir təlim, kurs almısınızmı? Alıb razı qalmısınızmı? Və ya ümumiyyətlə heç bir anlayışınız yoxdur. SMM eşidirsiniz, amma nə olduğunu bilmirsiniz. Aramızda kimlər bu durumdadır? Məlumatınız yoxdur? Başqa? Məlumatım var. Əslində sosial media marketing agentliyi barədə biraz məlumatım var. Bir dəfə təklif gəlmişəm, amma yaşım çatmır deyə. Aha, tamam. İnşallah daha dərin öyrənib, daha yaxşı öyrənib də çalışarsınız. İnşallah. Nə olduğu barədə araşdırmışam, amma kursum sadəcə bir neçə dəfə bu barədə təlimlərə qoşulmuşam. Salam, mən başqa təlimdə iştirak etmişəm. Sonra təlimlərdə olmuşam, kursda iştirak etmişəm, ancaq işləyə bilməmişdim deyə. Bir dəqiqə mən bunu böldüm, daha yaxşı görün mesajları. SMM-lik öyrənirəm. Çox gözəl, Nazilə xanım. Deməli, özüm bu barədə oxumuşam. İndi başqa kursu da keçirəm. İlk dəfədir öyrənirəm. Zəhmət olmasa səsləri bağlayarıq, mane olmasın. Fatimə xanım kurs oxuyub, amma işləyə bilməyib, görə unudub. Fərid Nağıyevin kursunu almışam. Bir neçə də barədə təlim. Cahangir bəy, zəhmət olmasa səsimizi bağlayarıq. Əla. Hansı sosial media platforması üzərində olacaq? Hal-hazırda Google Meet-dəyik. Kursu soruşursunuzsa dərsimiz Google Meet-də olacaq. Vacib hesab olunur sahibkarlar
Necə? Sahibkarlar üzrə, amma ilk kəz eşitdim, oradan bildim lazımlıdır. Aha. Mən getmişəm 2018-də. Amma unutmuşam, ən çox da reklam hissəsi çətin gəldi. Əslində çətin bir şey yoxdur. Belə deyim, sadəcə praktikadan asılıdır hər şey. Məsələn, mən bugünkü dərsi sizə nəzəri keçəcəm. Daha çox danışıq hissəsi olacaq. Amma digər dərslərimizdə təbii ki, çalışacağıq ki, praktika eləyək, tapşırıqlar verəcəm sizə. Amma belə deyim, reklam hissəsi sırf praktikadır. Siz öyrənib də praktika eləməsəniz, o təbii ki, yadınızdan çıxacaq. Bəzən məsələn bu bütün tələbələrdə olur ki, öyrənirlər, amma praktika eləmirlər və ya hər hansı bir işə müraciət eləmirlər, qorxurlar, çəkinirlər ki, birdən nə isə səhv eləyərlər, amma bu yanlışdır. Biz öyrəniriksə, işləmək üçün öyrənirik. Çalışmalıyıq ki, kiçik də olsa praktikadan başlayaq. Ümumiyyətlə mən dərsi praktiki keçirəm, o reklam hissəsini falan. Heç bir biznes üçün istifadə etmirsinizsə belə özünüz üçün mən onu sizə açdırıb həmin reklam hesabını özünüz üçün belə reklam verdirirəm ki, ən azından anlayışınız olsun. Əsas istəyirəm reklam barədə məlumatlanma, reklam vermək Meta üzərindən. Aha, Meta üzərindən reklam dərsi tamam ayrıdır. Onun üçün gərək əlavə kursa qoşulasınız. Yəni telefonda Meta Ads işləmək mümkündür, yoxsa olur, təbii ki, olur. Telefonda da işləmək olur, amma hesabı falan açmaq üçün gərək notebookunuz olsun. O da bir dəfəlik olan bir şeydir. Yəni bir dəfə reklam hesabını açsaz kifayət eləyir. Ona görə yəni telefonda ola bilər. Neçə dərsdən? Məncə 5 dərsi, 4 dərsi mən keçəcəm, səhv eləmirəmsə. Belə, indi keçək biz dərsimizə. Yəqin ki, ekran görünür aydın sizə. Bir dəqiqə. Deməli, gəlin dərsimizə başlayaq. Reklam getdi. Reklam hesabı açmağı, yox, xeyr, bu təlim boyunca öyrədə bilməyəcəm. Yenə deyirəm, onun üçün əlavə 5 dərs var. O həmin dərsdə keçirəm. İstəsəz bundan sonra ona qoşula bilərsiniz əlavə olaraq. Amma bu bir ay boyunca öyrədilməyəcək reklam hesabı. Ümumi üzərindən keçiləcək sadəcə olaraq. Belə. Sosial media marketinqi. Ümumiyyətlə, sosial media marketinqi özün marketinqin bir hissəsidir. Ona görə biz birinci marketinq nədir? Onun haqqında anlayışımız olmalıdır. Ümumiyyətlə, marketinq nədir? Gəlin, mən sizə loru dildə izah edeyim. Bu prezentasiyanı göndərəcəm sizə sonda. İstəmirəm belə loru dildə izah edeyim, yəni elmi dildə izah edeyim. Daha yaxın, daha rahat başa düşə biləcəyiniz bir dildən istəyirəm gedim. Marketinq ümumiyyətlə bizim həyatımız boyu hər yerdə lazım olan bir şeydir. Məsələn, biz özümüz hər gün təbii ki, niyə götürmürsünüz? Götürə bilərsiniz, suallarınız olanda yaza bilərsiniz. Və bir də gəlin, mənim fikrim yayınmasın, suallarınızı sona saxlayaq. Ən sonunda nə istəsəz cavablandıracağam, amma indi dərsimizə fokuslanaq. Deməli, marketinq bizim özümüzdən asılı olmadan belə hər gün kiməsə nəsə satırıq. Məsələn, nəsə alıb gəlmişik, geyim ola bilər bu, aksesuar ola bilər bu, bəylərin istifadə etdiyi hər hansı bir aksesuarlar ola bilər, maşın alətləri, fərqi yoxdur. Və biz onu əgər bəyəniriksə, neyinirik? Gəlirik ətrafımıza tərifləyirik. Mən bugün bunu aldım, çox yaxşıdır. Bilmədən belə biz bunu satırıq. Bu da özü marketinqin bir hissəsidir. Yəni marketinq ümumilikdə belə deyək, biz tərəfindən marketinq nədir? Müştərilər üçün hər hansı bir dəyərin yaradılması. Yəni hələ ortada heç bir məhsul və ya xidmət yoxdur. Biz onu ilk olaraq düşünürük, yaradırıq. Daha sonra ona qiymət təyin eləyirik, satışı üçün məkan təyin eləyirik, yer təyin eləyirik və onu necə çatdıracağıq, onu təyin eləyirik hər bir şeyi və sonra başlayırıq müştərilərlə əlaqələr və bu müştərilərlə əlaqələrin idarə edilməsi həmçinin satışdan sonraki prosesi həyata keçirən bir ümumi anlayışdır marketinq. Çoxları elə bilir ki, marketinq nəyisə satdım, bitdi. Xeyr, bununla bitmir. Marketinqin uğurlu olduğunu göstərən əsas nüans həmin marketinqin satışın davamlı olması deməkdir. Yəni bir müştəri səndən bir xidməti və ya bir məhsulu, onun fərqli növləri də ola bilər. Eyni müştəri səndən bir neçə dəfə alır. Şərt o deyil ki, bir şeyi. Elə bir şeylər var ki, məsələn, tort. Tortu məsələn, anamızın ad günü ola bilər, bacımızın ad günü ola bilər, özümüzün ad günü ola bilər. Bir ayda bir neçə ad günü, yəni ildə bir neçə ad günü ola bilər. Əgər biz hər dəfə eyni ustaya tapşırırıqsa, yəni eyni ustaya sifariş veririksə, deməli biz onu bəyənmişik.
Düzdürmü? Bu artıq uğurlu marketinq növlərindən biridir. Amma məsələn, bir nəfərdir, xidmət satır, psixoloqdur, seanslar verir və xidmət göstərir. Və biz bu psixoloqun bir seansını almışıq. Bəyənmədik, digər seanslarına getmir. Deməli, burada nəsə çatmır. Ya əgər həmin vaxtı ondan satış etmişiksə və o bizə satış edibsə, təbii ki, həmin ilkin period deməli uğurludur. Amma ondan sonraki dövrdə bizi əlində saxlaya bilmirsə, deməli artıq onun xidmətində nəsə problem var. Ona görə marketinq təkcə satdım bitdinə olan bir şey deyil. Marketinq satışdan sonraki dövrü də əhatə edən bir prosesdir. Və marketinqdə 4P deyilən anlayış var. Əslində bu P-lər çoxdur. 6, 8, hətta 12-yə qədər var. Amma ən əsası 4 dənədir və bu da bizə marketinq planı qurmaq üçün, strategiya formalaşdırmaq üçün vacibdir. Ən əsası ki, hansı ki, biz bunu ümumiyyətlə məhsulumuz, xidmətimiz olmadan belə təyin etməliyik. Ən birinci məhsuldur və ya xidmətdir. Əgər qeydləriniz olarsa mütləq dəftərə falan yazın ki, sonradan yadınızdan çıxmasın və PDF-i də göndərəcəm sizə. Suallarınız olarsa da sonda bildirərsiniz. Deməli, ən birinci 4P-dən biri məhsuldur, hansı ki, produkt və bu biz məhsulumuzu ilk olaraq müəyyənləşdirməliyik. İkinci gəlir qiymət, price, yəni qiymətimiz də həm bazara uyğunlaşmalıdır, həmçinin öz xidmətimizə və ya məhsulumuza uyğun olmalıdır. Nə çox yuxarı, nə də çox aşağı. Gəlir üçüncü tanıtımdır, promotion. Tanıtımda isə biz qərar verməliyik ki, məhsulumuzu və ya xidmətimizə hardan tanıdacağıq. Əgər e-commerce isə biz onlayn alış-veriş, onlayn satış yeridirsə, təbii ki, artıq tanıtımımızı onlayn platformalar üzərindən eləyəcəyik. Yox, məsələn, hər hansı bir məkandadırsa, bu artıq gəlir yerə, place-ə, yerdə isə məsələn, qərar verir ki, hardadır bizim məkanımız və tanıtımımızı da məkanımıza uyğun eləyirik. Məsələn, mən 28-də bir coffee shop açmışamsa, təbii ki, tanıtımımı harda eləyəcəm? O ətrafda eləyəcəm. Gedib xırdalanda eləməyəcəm. Düzdürmü? Ona görə bu 4P bir-birinə bağlı olmalıdır mütləq şəkildə. Və bunun da ən əsası, yəni marketinq strategiyası ümumiyyətlə nə deməkdir? Marketinq strategiyasında biz 4P-dən birinci nə idi? Məhsulumuz idi, hansı ki, produktumuz. Məhsulumuz insanların ehtiyaclarını təmin etməlidir. Məhsulumuz və ya xidmətimiz təbii ki. Məhsulumuz ola bilər ki, satış eləyirik. Aksesuar satırıq, telefon satırıq, nə bilim, maşın aksesuarları satırıq, maşının özünü satırıq. Bu bizim məhsulumuzdur. Amma xidmətimiz nədir? Məsələn, ekspertlərdir, xidmət verir. SMM xidmətidir, psixoloqdur, coachdur, müəllimdir. Bunlar artıq xidmət sayılır. Bunlar hamısı ehtiyacları təmin etməlidir. Əgər mən insanların ehtiyaclarını təmin etməyən bir məhsul və ya xidmət çıxarıramsa və onun satışı getmirsə, burada problem artıq insanlarda deyil, mənim özümdədir. Yəni, mənim məhsulumda, xidmətimdədir. Ona görə mütləq birinci düşünməliyik ki, mənim məhsulum və ya xidmətim insanların hansı ehtiyacını ödəyir? Yəqin eşitmişsiniz, çox vaxt qarşınıza çıxmamış deyil Instagramda, videolarda ki, ağrı nöqtələrinə toxunun. Bunu kontent dərsimizdə keçəcəyik. İnsanların ağrı nöqtələrinə toxunun. Məsələn, insanların ağrı nöqtəsi nə ola bilər? Sizin məhsulunuz və ya xidmətiniz insanın hansı ehtiyacını ödəyir? Ona uyğun biz ağrı nöqtələri tapırıq və kontentimizi onun üzərindən aparırıq. Əgər heç bir ehtiyacı yoxdursa, mən bunu necə sata bilərəm? Mən bu məhsulu və ya xidməti insana necə sata bilərəm? Düşünün ki, SMM xidməti üzərindən getsək elə, SMM xidməti kimlərə lazımdır? Hal-hazırda dövrümüzdə hər kəs sosial mediadan istifadə edir və çox insan, yəni düşüncəsi, şuuru olan insan bilir ki, sosial mediada tanınmalıdır, düzgün şəkildə kontent yaradaraq tanınmalıdır. Və bunu da biz insanlarda artıq ehtiyac yaradırıq. Və SMM xidmətinə kimlərin ehtiyacı var? Müəllimlərin ola bilər, psixoloqların ola bilər, sahibkarların ola bilər, mağazaların ola bilər. Yəni, hər kəsin artıq SMM xidmətinə ehtiyacı var. SMM təlimi hələ demirəm. Əsas SMM xidməti olaraq. Yəni, biz artıq bu insanların ehtiyacını bilirik, ona görə davranırıq. Sonra gəlirik hədəf auditoriyasını təyin etmək. Mən hər kəsə satacam deyə bir şey yoxdur. Əgər mən deyirəmsə, mənim məhsulum və ya xidmətim hər kəsin ehtiyacını təmin edir, deməli, mən heç kəsə heç nə sata bilməyəcəm. Mən hədəf auditoriyası təyin etməliyəm. Kimdir mənim
auditoriya. Məsələn, məndən bu xidməti almaq istəyənlər kimlərdir? Niyə görə biz hədəf auditoriyası təyin edirik? Sonra reklamlar da verdikdə düzgün insanların qarşısına çıxmaq üçün. Mən ilk başda bünövrədə öz hədəf auditoriyamı tanımasam, bilməsəm, ona uyğun kontent yaratmasam, baxın hər biri bir-birindən asılıdır. Ona uyğun kontent yaratmasam, reklamlarım da yanlış insanların qarşısına çıxacaq və nə olacaq? Mənim maddiyyatım da boşa getmiş olacaq. Nə oradan satış əldə edə biləcəm, heç bir şey. Ona görə marketinq strategiyasını düzgün qurmalıyam və marketinq strategiyasının da müddəti var. Siz 1 illik, 2 illik marketinq strategiyası qurmalı deyilsiniz. Məsələn, ilk 3 ay üçün hədəf qoya bilərsiniz, ilk 6 ay üçün, sonraki 3 ay üçün bu formada hər dəfə marketinq strategiyasını dəyişməlisiniz. Yəni yeniləməlisiniz ki, məsələn, fikir verirsiniz, 2025-də fərqli işləyirdi kontent növləri, 2026-da fərqli işləyir. Yəni, hər ilin, hər dövrün öz hökmü var, belə bir deyək ki. Yəni, insanların da düşüncələri artıq dəyişir, bizim hədəf auditoriyamızın istəkləri, ehtiyacları dəyişə bilir. Sonra gəlir şirkətin mənfəətinin artırılması. Əgər biz şirkət deyiliksə, fərdi belə çalışırıqsa, çalışmalıyıq ki, mənfəətimizi daim yüksəkdə saxlayaq. Sonra gəlir qiyməti təyin etmək. Qiyməti təyin etmək əslində burada bir çox sahibkar, bir çox belə deyim də, yəni xidmət və ya məhsul sahibi səhv eləyirlər. Biz bunu nə məhsulumuzun və ya xidmətimizin dəyərini aşağı salacaq qədər qiymət təyin etməməliyik, nə də çox yuxarı qaldıracaq qədər. Bazar qiymətinə baxmalıyıq. Məsələn, baxırıq, araşdırırıq, tutalım, bazarda 5 manatdır. Mənim məhsulum yeni çıxıb görə onu 4 manata sata bilərəm. Amma həmin məhsulu götürüb mən 15 manata qoysam, hər yerdə 5 manat olan və mən yeni çıxıramsa bazara, o məhsulu heç kim almayacaq. İndi bunu kiçik bir büdcə dedim, böyük bir büdcə də ola bilər, fərqi yox. Yəni qiyməti düzgün təyin etməliyəm. Bəzən görürük ki, 5-6 manata belə kurs satanlar olur. Yəni bu o demək deyil. Məsələn, təlim, marafon başqa bir şeydir. Amma 1 aylıq, 2 aylıq, nə bilim, bəzən 3 aylıq kursları belə çox kiçik bir qiymətə satanlar var. Okey, ola bilər sənin təcrübən azdır, yeni başlamısan. Amma sən məhsula və biliyinə görə davranmalısan ki, sənin məhsulun, bazardakı məhsulun 1 aylıq marafonun və ya kursun qiyməti nə qədərdir? Ona uyğun təyin etməlisən strategiyanı. Sonra gəlirik marketinqin növlərinə. Marketinqin 2 cür növü var. 2 hissəyə ayrılır. Ənənəvi və digital marketinq. Digitalı, yəni rəqəmsalı mən sizə izah eləyəcəm, amma istəyirəm ki, chat bölməsinə yazasınız. Ənənəvinin növləri. Sizcə ənənəvi marketinq nədir? Ümumiyyətlə, ənənəvi marketinqin növləri hansılardır? Birini belə desəz, mən biləcəm ki, siz bilirsiniz ənənəvi marketinq nədir. Chat bölməsinə yazaq. Aysiyə xanım. Sonra elan, sonra başqa TV reklamları, jurnal, qəzet, PR, TV reklamları. Aha, əla. Bilirsiniz. PR çox da deməzdim. PR zaten online reklam, yox. Online reklam artıq ənənəviyə aid deyil. Televizorda reklam məsələ üçün düzdür. Afişa, çöldə flyerlər, broşuru, bəli. Yəni, ənənəvi marketinqin özünün belə bir neçə hissəsi var, bir neçə növü var. Plakat, aha, əla. Çox sağ olun. Gəlir, ənənəvi marketinq və digital marketinq, yəni rəqəmsal marketinq. Ənənəvi marketinqin növləri televiziyadır, radiodur, qəzetdir, tədbirlərdir, broşürlərdir. İnternetdən istifadə etmədən hədəf kütləsinə çatmaq. Ora indi toxunacam mən ki, internetdən istifadə etmədən hədəf kütləsinə çatmaq. Əslində bu biraz çətin məsələdir ənənəvi marketinqdə. Yəni ənənəvi marketinqin növləri var. Məsələn, mən broşür asıram billboardlardan, yəni elan vermişəm, amma bilmirəm o mənim hədəf kütləmə çatdı, çatmadı. Düzdürmü? Məsələn, yolla gedirsiniz, görürsünüz də reklamlar. O hər kəsin hədəf kütləsidir. Xeyr. Amma rəqəmsalda tamam ayrıdır. İndi onların fərqlərini izah eləyəcəm.
Ənənəvi marketinqdə televiziyadır, radiodur, qəzetdir, tədbirlərdir, broşürlərdir, jurnallardır, hər bir şey ənənəvi marketinqin növləridir. Və biz məsələn televiziyada reklam vermək istəsək, sizcə öz hədəf kütləmizə çatarıqmı? Mən bir SMM mütəxəssisi olaraq televiziyada reklam verirəm. Düzdür? Mən hardan biləcəm mən hədəf kütləmə çatdım yoxsa yox? Bəli, bilmirəm. Ölçə bilmirəm. Bəlkə də 1000 nəfərin içində 1 nəfər, 2 nəfər, nə 10 nəfər ola bilər. Amma okey. Aha, çox nadir hallarda. Çox vaxt ənənəvi marketinqi əvvəliniz tanıtım məqsədli istifadə edirlər. Yəni televiziyadır, radiodur. Baxın, məsələn, mən radioda çıxış etsəm, sadəcə olaraq tanınmaq üçün, adımın keçməsi üçün istifadə edərəm. Amma orada mən dəqiq bilmirəm, əmin deyiləm. Məsələn, radioya daha çox kimlər qulaq asır? Mən məsələn radioya qulaq asan insanları görürüm, taksi şoferləri falandır. Nə bilim, biraz belə deyim də, yaşlı nəsildir də. Düzdürmü? Mən özüm məsələn radioya qətiyyən qulaq asmıram. İnanmıram ki, gənc nəsil hardasa 20-25 arası ən maksimum. Daha hələ ki yox. Aha. Maksimum 30 deyək, yaxşı, 30-35. Yəni bundan o tərəfədir də radioya falan qulaq asanlar. Bu yaş aralıqları radioya çox qulaq asınlar. Okey, məcburi halda taksidə gedərkən taksi dinləyirsə biz də məcbur onu dinləmiş oluruq, düzdürmü? Amma biz istəyərək oturub radionu dinləmirik. Yəni həmçinin televiziyada daha çox kimlərin reklamları gedir? Həkimlərin reklamları gedir. Təbii ki, orada daha çox nə bilim kosmetologdur, həkimlərdir, daha çox yaşlı insanlar, yaşlı nəslin izlədiyi üçün daha çox, yəni ən çox dərman reklamıdır, nə bilim həkim reklamıdır, bunları görür televiziyada. Qəzet də həmçinin qəzeti artıq yenə oxuyan varmı bilmirəm. Tədbirlər də okey, ənənəvi marketinqin ən yaxşı versiyalarından biri tədbirlərdir. Niyə görə? Çünki biz tədbirlərdə networking qura bilirik. Networking də çox yaxşıdır. Həm rəqəmsal üçün, həm də ənənəvi üçün. Networking mütləqdir, olmalıdır. Ki, bəzən olur ki, məsələn, mən heç ağlıma gəlməyəcək bir işlərimi networkingdən qazanmışam. Hansı ki, tədbirlərdə tanıyıblar və oradan referans veriblər mənə. Və marketinqin bir növü də var, ağızdan ağza marketinq. Bu da ənənəvinin növüdür. Hansı ki, ağızdan ağza, bayaq mən dedim, məsələn, biz hər gün nəsə satırıq, özümüz nəyisə alırıq, bəyənirik, kiməsə məsləhət görürük, düzdürmü? Bu artıq ağızdan ağza marketinq deməkdir. Hal-hazırda burada 55-ə yaxın nəfər idi, düz 55 nəfərin ən azı deyirəm, heç yox 3 nəfəri bəlkə də mənim təlim keçməyimi bəyənməyəcək, bəlkə də digərləri bəyənəcək və istərsəməz ətrafına da danışmış olacaq. Bu bir ay ərzində bizim təlim müddəti boyunca ki, hə, mən belə bir təlimə qoşulmuşam, reklam dərsləri var, nə reklamı öyrənmək istəyirəm. İstərsəməz siz də ətrafınızla, öz yaşıdlarınızla danışmış olursunuz görə, ağızdan ağza özünüz bilmədən belə həmin xidməti satırsınız. Bu da ən gözəl işləyən marketinq növüdür və mən onu deyərdim ki, ən dəyərli marketinq növlərindən biridir. Niyə görə? Çünki bir insanın bir xidməti və ya məhsulu bəyənməsini təsdiqləyən bir şeydir. Yəni bunu artıq hamı bilir ki, mən bir şeyi bəyənməsəm pis deyəcəm, bəyənsəm hər kəsə məsləhət görəcəm. Artıq indi hamı belədir. Ona görə məncə marketinqin ən yaxşı işləyən növlərindən biri ağızdan ağza marketinqdir. Gəlin keçək indi digital marketinqə, yəni rəqəmsal marketinqin növləri. Hansı ki, biz bir ay boyunca kiçik hissəsini sosial media haqqında öyrənəcəyik, onu saxlayıram. Var sonra rəqəmsal marketinqin növləri email marketinq, veb-saytlar, SEO, SEM, SMS marketinq daha çox email marketinqə də aiddirlər. Affiliate marketinq var, hansı ki, saytlar arası əməkdaşlıq, influencer marketinq var. Bunlar da hamısı rəqəmsaldır. Rəqəmsal marketinq ümumiyyətlə özü nədir? Rəqəmsal platformalardan istifadə edərək insanlara hər hansı bir məlumatın ötürülməsi, hər hansı bir məhsulumuz və ya xidmətimizin satılmasıdır. Sonra gəlirik, email marketinq nədir? Email marketinq ümumiyyətlə toplu şəkildə insanlara hər hansı bir mesajın, məlumatın ötürülməsidir. Hansı ki, bizdə düzdür, indi inkişaf edir. Email marketinqdən reklamlar da verilir hətta, yəni email üzərindən.
Bizdə daha çox da inkişaf etməyib, amma xaricdə məsələn yuxudan durduqda ilk telefona e-mail yoxlayırlar ki, yəni nə hansı məlumat gəldi, nə göndərməlidirlərsə, birinci onlar biz WhatsApp-a baxırıqsa, onlar e-mailə baxırlar. Veb saytlar da hansı ki SEM-dir. Məsələn, veb sayt üzərinə reklamlı, pullu reklamların verilməsidir. SEO isə pulsuz insanların qarşısına çıxmaqdır saytlar vasitəsilə. SMS marketinqdə elə email marketinq kimidir, ona oxşar da toplu şəkildə insanlara məlumatın ötürülməsidir. Ənənəvi və rəqəmsalın fərqinə gəldikdə isə, ənənəvi və rəqəmsalda ən önəmli fərqlərdən biri mən deyərdim büdcədir ki, ənənəvi marketinqdə reklamlar daha yüksəkdir, qiyməti daha bahadır, amma rəqəmsalda ölçülə biləndir. Yəni biz $1 belə reklam verə bilərik, amma ənənəvidə bunu istəsək, xeyr. Azı, yəni hər hansı bir tədbirə qoşulmaq üçün belə maddiyyat lazımdır, broşür asmaq üçün, billboardlardan istifadə etmək üçün, hələ televiziya, radionun qiymətini demirəm. Radio yenə televiziyaya baxmaq daha münasibdir, amma televiziyada daha yüksək qiymətə biz reklamlar veririk, yəni özümüzü tanıtmaq üçün. Sonra gəlirik kütlə olaraq. Ənənəvi də çox böyük kütlədir, amma rəqəmsalda seçilə bilən kütlədir. Ümumiyyətlə rəqəmsal nədir? Rəqəmlərlə işləyirik biz. Seçə bilirik, ölçə bilirik. Hər şeyi belə deyim, performansını analiz edə bilirik. Amma ənənəvidə heç nəyin analizini edə bilmirik. Geniş kütlədir. 10 min, 20 min tutalım. Biz insan qarşısına reklamımızı verdik, amma bilmirik onun qarşısında o insanların arasında kimlər maraqlandı, kimlər bizim hədəf kütləmizdir və s. Amma rəqəmsalda seçə bilirik. Özümüz istədiyimiz auditoriyanın qarşısına reklamımızı çıxara bilirik. Mən istəyirəm ki, dırnaq kursu ilə maraqlanan insanların qarşısına çıxsın. Mən istəyirəm ki, avtomobil satan, yəni avtomobillə maraqlanan, avtomobil almaq istəyən insanların qarşısına çıxsın reklamı. Mən istəyirəm SMM xidməti ilə maraqlananların qarşısına çıxsın və s. və s. Sonra ənənəvidə ölçülə bilinirliyi azdır, ölçə bilmirik, amma rəqəmsalda qarşılıqlı əlaqədə insanlarla daimi ünsiyyətdə ola bilirik. Və əsas da nəzarət olmur, ənənəvidə nəzarət edə bilmirik, amma rəqəmsalda nəzarət edə bilirik, həmçinin ölçülə biləndir. Sosial media kanalları hansılardır? Sosial media influencer marketinqdir, content marketinqdir, email marketinqdir, SEO-dur, hansı ki bunlar haqqında bayaq məlumat verdim və bunlardan ən önəmlisi də content marketinqidir. Hansı ki content marketinqi olmadan biz bu qədər sadaladığım rəqəmsal marketinqdə, digər növlərində uğurlu ola bilmərik. Niyə görə? Mənim hər hansı bir kontentim olmadan mən heç bir rəqəmsal platformada uğurlu ola bilmərəm. İstər Instagramda olsun, istər saytda olsun, istər mobil tətbiqdə olsun, nə bilim, istər Facebook, TikTok, YouTube, fərqi yoxdur. E-mail, influencerlar üçün belə kontent verilir. Influencerlar özləri, yəni belə deyim, havadan durum video çəkdim falan, onlar elə işləmirlər. Onların sırf özlərinin kontenti olur, kontent yaradırlar. Bunlar hamısı kontent marketinqdir. Kontent marketinq haqqında növbəti dərslərimizdə detallı danışacağıq ki, daha çox onun üzərindən gedəcəyik. Amma yəni ümumi olaraq belə deyim ki, kontent marketinq olmadan biz uğurlu ola bilmərik. Sosial medianın əhəmiyyəti nədir desəm, gəlin mən burada izah edeyim, amma siz də çata yaza bilərsiniz öz fikirləriniz varsa ki, sosial medianın əhəmiyyəti. Və sosial medianın belə deyim, həm mənfi, həm müsbət təsirləri var. Baxır insan necə istifadə edir. Mən boş-boşuna oturub scroll eləsəm, elə Instagramda, TikTokda daim baxsam, təbii ki, bu mənə mənfi təsir eləyəcək. Həm vaxtım alacaq, həm gözümü ağrıdacaq, həm nə bilim, pul qazana bilməyəcəm. Amma mən bu telefondan çox yaxşı şəkildə pul da qazana bilərəm, vaxtımı da səmərəli keçirə bilərəm, dərs də öyrənə bilərəm, kurs da öyrənə bilərəm. Hansı ki, hal-hazırda burada 57-58 nəfər ki, oturub axşam vaxtlarını ayırıb, həftə sonu olmasına baxmayaraq dərs öyrənirlər, yəni təlimə qoşulurlar. Biz artıq sosial medianın bu qədər kütlə, sosial mediadan müsbət istifadə edənləri. Bir də var mənfi istifadə edənlər, onlar artıq işləri Allaha qalıb. Deməli, bizi dünya ilə əlaqələndirir sosial media. Təbii ki,
yerimizdən oturaraq bütün dünyadan xəbərdar oluruq. İstəsək xidmətimiz varsa, xidmətimizi belə xaricə sata bilərik. Məsələn, SMM xidmətini belə mənim Türkiyədən tələbəm olub ki, Türkiyədən alıblar. Yəni bizi dünya ilə əlaqələndirir. Daha sonra insan psixologiyasına təsir edir. Bu bayaqki dediyimdir ki, insan psixologiyası həm mənfi təsir edə bilər, həm də müsbət təsir edə bilər. Mənfi müsbət də bir növdə həm bizim özümüzdən asılıdır, həm də sosial mediada düzdür. Yəni günümüzdə artıq mənfi şeylər çoxalıb. Ola bilər ki, bu bizim psixologiyamıza təsir edə bilsin. Əgər zəif insanıqsa, çalışaq ki, orada mənfi şeyləri özümüzdən uzaqlaşdıraq, baxmayaq, ancaq müsbətə yönələk. Özümüz üçün, yəni şərt deyil siz bu gün SMM təliminə qoşulmusunuz görə mütləq SMM olmalısınız. Xeyr, siz başqa bir sahəyə də yönələ bilərsiniz. Siz dizayner ola bilərsiniz. Nə bilim, SMM bir hissəsi ola bilərsiniz. Reklamı öyrənib reklam verə bilərsiniz. Yəni şərt deyil mütləq bu gün SMM təlimi alırsınızsa mütləq SMM olmalısınız. Xeyr. Amma yəni sosial mediadan istifadə edərək çox qəşəng kurslar var, çox yaxşı işlər var. Yəni öz işinizi belə böyüdə bilərsiniz. Əgər hal-hazırda bir işiniz varsa, tələbəsinizsə, yoxdursa, yəni bugündən belə artıq araşdırıb nəyisə öyrənib, iş görə bilərsiniz, fəaliyyət göstərə bilərsiniz. Biznesin inkişafına kömək edir. Hal-hazırda bütün bizneslər, yəni bütün deyirəm bunu, altını cızaraq ki, bütün bizneslər sosial mediadan istifadə eləyir. Və ona görə biz biznesimizin inkişafı üçün sosial mediadan istifadə eləyirik. Biznesimizin inkişafına çox böyük kömək göstərir. Markanın bilinirliyi artırır. Məsələn, mən bildirdim ki, həm biz biznesimizi inkişaf elətdirə bilirik, həm markamızın bilinirliyi artıra bilirik, həm satışlarımızı artırırıq və s. və s. Və sosial medianın müsbətlərini saysaq təbii ki, bitməz. Bəs biz əgər bu təlimdən sonra nələr qazanacağıq? Bilik və təcrübə ən önəmlisi, kreativ və analitik düşünmə tərzi, biliklərimizi praktikaya keçirməyin yollarını və sonda yəqin ki, inşallah sertifikat olacaq. Deməli, çox vaxt bu kursa qoşulan tələbələrdən ən çox eşitdiyim söz odur ki, mən kreativ düşünə bilmirəm, analitik düşünə bilmirəm. Mən hardasa 5 il əvvələ qədər bu kursu ümumiyyətlə, yəni düz məlumatım var idi, amma tam dərinliyinə getməmişdim. Ümumiyyətlə, kreativ mən kontent yaradaram, mən mətin yazaram, mən hansısa postun altına bir mətin, söz yazaram. Bu mənim ağlımdan keçməzdi belə. Çünki mənim yazım, belə deyim də, cümlələrlə işləmə qabiliyyətim elə də yox idi. Amma bu sahədə olaraq hər hansı bir sahə üçün indi rahatlıqla kontent yarada bilirəm. Yəni, hər şey praktikadan asılıdır. Mütləq öyrəndiyinizi praktikaya keçirin. Və bunun da yollarını öyrənəcəyik təbii ki biz. Məsələn, kontent dərslərimizdə mən sizə kontent belə yazılır deyib keçməyəcəm. Biz dərsdə elə praktiki kontent haqqında kiçik 5-10 dəqiqəlik bir tapşırıqlar falan eləyəcəyik. Təbii ki, bugün bütün dərsimiz nəzəri oldu. Çünki ilkin tanışlıq idi. Amma biz mütləq öz biliyimizi praktikaya keçirməyi bilməliyik, öyrənməliyik. Və yavaş-yavaş bunu etdikcə biz artıq kreativ və analitik düşünmə tərzi bizdə formalaşır. Məsələn, siz indi deyə bilərsiniz ki, bugün öyrəndiniz bunu. Yox, mənlik deyil, mən kreativ deyiləm, mən kontent yarada bilmirəm. Vaz keçdiniz. Amma indi öyrənib öz əlinizdə işləsiniz 6 aya 1 ilə artıq daha yaxşı işlərdə çalışa bilərsiniz. Təbii ki, öz əlinizdə işləyərək. Belə. Təşəkkür edirəm hər birinizə. Mən indi slaydı bağlayıram, PDF-i göndərəcəm sizə. Amma indi suallarınızı alaq. Çox xahiş edirəm, yazılı şəkildə alaq. Chat bölməsinə kimin nə sualı var, yazın. Səsli şəkildə yox, zəhmət olmasa, çünki qarışacaq yazılı şəkildə. Bir də burada baxın, mesajlar var idi. Korporativ Gmail hesabı tanıtma rolu var. Əslində belə deyirəm, Gmaildə məsələn mənə də gəlir reklamlar, mən heç birinə baxmıram, nə yalan deyim. Ola bilər sizə faydası toxunsun. Yəni sektordan asılıdır. Təzə biliklər öyrənə bilirəm, yeni təlimlərə qoşulan, biraz da videolara baxıram, əla. Sizinlə necə əlaqə qura bilərik? Mən nömrəmi qrupa göndərərsiniz, zəhmət olmasa, Günay xan buradasınızsa. Və ya göndərəcəm.
Tamam. Nömrəmi göndərərsiniz. Bir də mən sizə PDF göndərəcəm. Həmin PDF-i də qrupa əlavə eləyərik. İştirakçılar yenidən oxumaq istəsələr. Mənim verəcəyim sual uzundur. Səsli şəkildə versəm olar. Yazsaydınız daha yaxşı olar. Dərslər həftədə neçə dəfə olacaq? Həftədə 2 dəfədir. Düzdür Günay xanım. Fiziki təlimlər keçirdilər. Necə fiziki təlim anlamadım. Brand marketinq və SMM marketinq bunların arasında fərq varmı ya da var? Arasında nə fərq var? Ya da varmı? Hə, brand marketinqlə SMM arasında. Ümumiyyətlə SMM-in özü də brendi tanıtmaq üçündür. Yəni SMM ümumiyyətlə niyə var? Bir brendi tanıtmaq üçün. Brand marketinq, belə deyim, sırf onun üzərində işləyir, amma SMM daha çox reklamları da verir. Ona görə brand marketinq daha çox sırf onu brendi formalaşdırır, belə deyim. Fərqləri bu, elə də bir fərqi yoxdur. PDF-lər olsa daha yaxşı. PDF-i göndərəcəm. Dərslər neçinci günlər saat? Onu ümumi qrupda yazarsınız Günay xanım. Dərslər neçə saatlıq olacaq? Maksimum 1 saat, 10 dəqiqə, 1 saat falan belə. İndi sualları alıram. Nə sualınız varsa, dərslə bağlı, yəni sırf bu günlə bağlı əlavə suallarınız varsa, buyurun verə bilərsiniz. Belə. PDF göndəriləcək, nömrəmi də göndərəcək Günay xanım. Amma çox yaxşı olardı ki, kameraları açaq. Çox yaxşı olardı ki, indi bitib düzdür, amma sabahdan inşallah yaxşı olar ki, kameraları açaq. Daha yaxşı, belə deyim, psixoloqların nəyinə lazım olur? Fatimə xanım, xoşdur, mən təşəkkür edirəm. Psixoloqların nəyinə lazım olur? Bir psixoloq, əgər bir ekspertsə, öz səhifəsini təbii ki, tanıtmaq istəyər. Öz xidmətini tanıtmaq istəyər, belə deyim. Xidmətini tanıtmaq üçün nə etməlidir? Səhifə açmalıdır. Həmin səhifədə optimizasiya eləməlidir, səhifəni düzənləməlidir. Biosunu, highlightını, logosunu, ümumiyyətlə kontentlərini və bütün kontentləri də psixoloq özü edə bilməz. Yəni sırf sosial mediaya uyğun şəkildə deyə bilərəm. Yəni hər kəs çəkib nəsə paylaşa bilər Instagramda, amma bütün paylaşımlar mı uğurludur? Xeyr. Bunun fərqi. Ona görə SMM-lər, yəni psixoloqa belə bu tərəfdən kömək olur. Səsiniz gəlmir, səsinizi bağlamışsınız. Aha, səsim bağlı. Deməli, Gülbacı xanım, ilk dərsə çox gözəl izah edirsiniz. İnşallah dərslərimiz maraqlı olar. Çox sağ olun, təşəkkür edirəm. Bəyəndiyinizə sevindim. Linux, Windows, Android əməliyyat YouTube-da kontent yaradıram. 35 abunəçim var, amma mənim kanalımda hər zaman tutan videolar tarix tutub necə edə bilərəm ki, texnoloji videolarımda tutsun. O artıq bilirsiniz necədir. Auditoriyadan asılıdır. Əgər auditoriya sizin tarix videolarınızı bəyənirsə, onlar tutursa, təbii ki, onlar üzərindən getməlisiniz. Və bir də zaman. Əgər siz YouTube-a təzə başlamısınızsa, hardasa ilk 15 dəqiqəlik, 20 dəqiqəlik videolar çəkmisinizsə, elə də davam edin. Auditoriyanı çaşdırmayın. Amma birdən-birə 15 dəqiqəlik videolardan yarım saatlıq, 1 saatlıq videolara keçirsinizsə, onlar izlənilməyəcək ümumiyyətlə. Çünki auditoriya öyrəşir ki, artıq siz məsələn 15 dəqiqəlik videolar çəkirsiniz, elə 15 dəqiqədə izləsin 15 dəqiqə ərzində. Çox olsa və ya daha az olsa, məsələn 1 saatlıq video çəkib auditoriyaya yığırsınız, daha sonra 15 dəqiqəlik videolar çəkirsinizsə, həmin artıq siz yığdığınız auditoriyanı belə itirəcəksiniz. YouTube biraz kontent cəhətdən biraz çətindir tutması. Ona görə də YouTube-da daha diqqətli, daha yaxşı kontentlər yaratmaq lazımdır. Və bir də onu deyim ki, YouTube-da, Azərbaycanda daha da çox tutmur YouTube. Türklər falan, türk dilində, ingilis dilində, yəni xarici dildə etsəz daha yaxşı tutar. Emil bəy, belə bir sual verim. SMM Azərbaycanda keçən çoxdur. SMM öyrədən hər bir cür anlayır, öyrənir, istifadə edir. Bizim üçün ən böyük rolu qısa bir sözlə necə istifadə edə bilərsiniz?
Deməli, SMM-i öyrədən çoxdur, öyrənən də çoxdur, SMM sahəsində çalışan da çoxdur, amma bir çoxu, yəni yaxşıları bir çox araşdırsanız özünüz biləcəksiniz, məntiqi tutacaqsınız. Əgər sizin güclü araşdırma qabiliyyətiniz varsa, elə SMM təlimçiləri arasında belə məntiqi tutacaqsınız. Bir çoxu zaten eyni bir şeyi öyrədir. Sadəcə olaraq hal-hazırda dəyişilir. Bir müəllim yanına bir mobiloqraf da alır, mobiloqrafiyanı da öyrədir. Yəni telefondan çəkilişi. Biri təkcə SMM-də kontent hissəsini öyrədir. Digəri reklamı da öyrədir. Digəri təkcə mobiloqrafiyanı. Eləsi var ki, bütün bunların hamısını bir yerdə öyrədir. Yəni məncə fərq budur. Amma çalışın ki, SMM öyrənmək istəyəndə birinci həmin müəllimin səhifəsinə baxın. Takipçi sayına yox, səhifəsinə baxın. Takipçi sayı mənim üçün önəmli deyil, çox da. Çünki ola bilər ki, həmin insanın öz səhifəsində, məsələn, mən öz səhifəmə belə çox zamanım olmur. Zaman ayıra bilmirəm. 2 agentlikdə çalışıram, əlavə freelance layihələrim var, dərslər keçirəm. Ona görə səhifəmdə çox da belə deyim, inkişaf eləyə bilmirəm. Amma arxa fonda işlərimi görürəm. Sadəcə olaraq çalışın, yəni məntiqi tutun da ki, müəllimlər zaten yaxşı öyrədən müəllimlər bir-birinə bənzəyirlər. Çalışın siz də həmin məntiqi tuta biləsiniz. Sonra Shorts ilə başlamışam. Aha, əla. Shorts ilə başlamısınızsa elə onunla da davam edin. Amma satış gətirmən bir səhifə uğurludur yoxsa? Təbii ki, burada artıq siz sual verirsiniz. Artıq sualınızdan cavabınız bəllidir. Yüksək izləyicisi olub satış gətirməyən səhifə kimə lazımdır axı? Hal-hazırda görmüsünüz artıq Instagram panel olan səhifələri silir. Yəni, əgər mənim 15 min, 20 min, 50 min, 3 milyon takipçim varsa və paneldirsə, o səhifələr avtomatik yerli divli silinir. Mənə az izləyicilə satış gətirən bir səhifə lazımdır. Mən məsələn 300 takipçilə belə tələbədə qazanmışam, əməkdaşlığımı da oradan yaratmışam. Hal-hazırda 700 takipçidir, 700 sayılır, 710 falan. Hal-hazırda da səhifəmdən yenə tələbə və əməkdaşlıq təklifləri gəlir. Amma 15 min, 20 min, 50 min takipçisi olanlara baxsaq, bəzilərində heç satış belə yoxdur. Yəni ona görə takipçi sayına qaçmamalıyıq qətiyyən. Paneldir, giveaway'dir, onlardan uzaq durmalıyıq. Çox sağ olun Fidan xanım, xoş sözlərinizə görə. Heç fasilə vermədən dinlədiyim tək təlimçi ola bilərsiniz. Ay, çox sağ olun. Çox sevindim. Necə özümüzü tanıdacağıq bəs? Necə özümüzü tanıdacağıq? Təbii ki, ilk olaraq profilimizi düzgün şəkildə quracağıq. Onu da öyrədəcəm. Yəni bu arada bu belə keçməyəcək. O praktik olacaq dərsimiz. Profilimizi yaradacağıq. Profilimizi yaratdıqdan sonra optimizasiya eləyəcəyik. Daha sonra kontentlərə keçəcəyik. Öz sahəmizlə bağlı düzgün kontentlər yaradacağıq. Gözəllik sektorunun sosial mediada yaradılan reklamları uğursuz olur. Xeyr, heç də uğursuz olmur. Çox da yaxşı tutan sektordur gözəllik sektoru. Mən çalışmışam gözəlliklə, hal-hazırda da çalışıram, amma çox yaxşı tutan bir sektordur. Bəs Azərbaycanda hansı sosial media platformalarını çox istifadə edilir? TikTokdan Instagramda Azərbaycanda. YouTube üzərindən böyümək üçün başqa nələrə diqqət edin? YouTube'da çox güclü kontentiniz olmalıdır sizin. Sonra düzdür, mən takipçi sayı az olan, amma çox sevə izlədiyim blogerlər var, paylaşımlar cəlb edir. Çünki təbii ki, artıq indi Instagram özü belə takipçi sayı az, amma özünün belə deyim də etkiləşimi çox olan blogerlərə daha çox üstünlük verir. Xoşdur, mən təşəkkür edirəm. Video editlərini də öyrədirsiniz, insanlara hansı cürə cəlb edərik. Aha, onlar ümumi SMM kursunda öyrədilir. Bu sadəcə SMM haqqında bir məlumatdır, marafondur, təlimdir, ilkin anlayışlardır. Amma sizin dediyiniz video editlərdir, kontentin dərinliyidir, meta reklamlardır, onlar SMM kursunda öyrədilir. Onlar çox dərin mövzulardır. Canva-dır, süni intellektdir, bunlar hamısı sırf SMM kursumuzda öyrədilir. Ekran paylaşmışıq, YouTube-dur, aha. Bir dəqiqəlik falan çəkirsiniz. Elə bu formada çəkirsinizsə, bu formada da davam edin. Çox böyük, uzun videolar çəkməyin. Güclü kontent deyərkən nəyi nəzərdə tutursunuz? Güclü kontent deyərkən onu nəzərdə tuturam ki, siz xidmətiniz sahənizlə bağlı və ya məhsulunuzla bağlı həm trendləri izləyəsiniz, həm satış yönümlü kontentlər yarada biləsiniz, həm məlumat xarakterli kontentlər yarada biləsiniz. Bunlar hamısı bir yerdə cəm formasında istifadə olunmalıdır. Necə risklər yaratmalıyıq ki, keşfətə düşsün? Hansı deyəs fikir verməliyik? Hashtag rol oynamır, qətiyyən hashtaglərdən istifadə etmirik.
Videoların üzü tutmasını gözləmək ya dost tanışla bölüşmək, yox. Dost tanışla bölüşmək düzgün bir şey deyil. Niyə görə? Dost tanışın özünün öz auditoriyası var. Mən istəyirəm ki, başqa bir auditoriyaya çıxım. Mənim dost tanışım, məsələn, SMM-dən maraqlanmır. Amma mən atıram ki, postumu bəyən-bəyən. İstərsəməz Instagramın alqoritması çaşır ki, bunun hədəf kütləsi kimdir? Ümumiyyətlə mən təzə Instagram açanda heç bir yaxınıma, heç bir qohumuma dostluq falan atmamışdım. Düz mənə atıblar, amma mən heç kimə dostluq atmamışdım. Çünki niyə? Mən birinci başladım elə rəqiblərimi izləməyə, SMM-ləri izləməyə, SMM haqqında müəllimləri, təlimçiləri izləməyə. Niyə görə? Çünki Instagram alqoritması başa düşsün ki, mənim hədəf kütləm kimdir, auditoriyam kimdir. Mən qohum əqrabanı izləyirəmsə, onlar da hərəsi kəşfətdə boş-boş scroll eləyirlərsə, Instagram alqoritması çaşır. Takib edənləri geri takib etmək lazımdır. Boş şeydir onlar. Əsas hər bir şey bizim kontentimizdən asılıdır. Kontentimizdə növbəti dərslərdə daha detallı öyrənəcəyik. Belə, bugünlük bu qədər. İnşallah ki, yararlı və faydalı oldu. Sabah saat 9-da görüşərik. Günay xanım, sizin deyəcəyiniz bir şey var? Teşekkür ederim. Size devletimizi qəbul etdiyiniz için. İlk başta mən açılış lüksünə satmadım ki, səndən yol gəlirdim. Təşəkkür edirəm. Həqiqətən də çox faydalı təlimlərdən biri oldu. İştirakçılara da izlədik. Xoşdur, çox sağ olun. Növbəti təlimdə görüşərik. İnşallah. Sağ olun, gecəniz xeyrə. Sağ olun. Şirkten çörezi ilerdi. Şirk düşün.
Kardeş, sarımsak gelsene balık. Havada yani değilim da ben. Sen dinlemeye çağırdın da güzel. Sarımsak var biraz. Aa, sarımsak mısın sen? Aa, bir dakika ya. Al böyle. Verdin mi? Evet, imkan varsa durun gelin size bak. Geçen büyük var. İmkan varsa dayak elinizi yiyin. Gidelim. İmkan var. Bak. Aya, Aras. Sen sabah olsun da. Gece yağsın, onda gündüz yağmasın değil mi sana göre? Paşa'nın nöbeti de hem gelelim açmadı. Hemen gelen ciddi derecelerden tasarruf gelelim, bana girersin. Emre, senin yok. Ömür boyu bak sen gelesen. Emre geldiğin yoktur. Yok şöyle diyeyim. Sen bir oradan gelersin. Sen şey olsa. Ne ama var ya. Gün orta gel vurma şöyle. Gün orta gidiyor. Ha. Bir zaman işi yok. Ana. Televizyonu var köpeğe gelsene. Bir gün daha tekrar yapacağız. Ha. Program ne yapıyor? Gel.